Günbəz, salam aleykum. Caminin günbəzidir. Axtı rayonu Miskincə kəndi. Caminin damı. Burada bir şeydir. Necədir qardaşlar? Azərbaycan, istər Rusiyada demək olar ki, yəni Dağıstan ərazisi, Çeçenistan ərazisi günbəzlərin əksəriyyətində demək olar ki, Azərbaycanda da rastlaşır. Yəni belə mənim düşüncəmcə, yəni ilk olaraq caminin günbəzində Allahın 99 ismi burada ayaqaltılar götürüləndən sonra tam gözəl görünüşlər olacaq inşallah. Tam tamamlanmamış halıdır. Hamısı əl işidir. Yəni bütün bu işlər bir nəfərin əlindən çıxmış bir işlərdir. Düzdür, sonunda sona yaxın bir qardaşın da köməkliyi dəyib. Yəni haqqın itirmək olmaz. 2 nəfərə belə götürək. İş gözəl alınıb, yəni Azərbaycanda da yəni biraz müəyyən camilərdə iş görmüşük, yəni öncə. Burada da bir qeyri-adi. Burada təklif irəli sürdü, yəni etiraz eləmədilər. Yəni qəbul elədilər günbəzə isimləri yazmaq. Allah və onun 99 adına. Demək olar ki, Qafqazda ilk olaraq ilk camidə Allahın adları. Zirri sayın tam görünmür, inşallah tam görünüşü də olacaq. Veya altılar götürüləndən sonra. Yəni bu caminin son nöqtəsi sayılır demək olar. Tam günbəz. Yəni aşağıda bir mərtəbədə var. Yəni o mərtəbənin sonunda mən sizə yəqin ki burada paylaşmışam. Kəbə var. Lap birinci mərtəbədəki mehrabdır. Burada ayələr var, bütün ayələr yazılıb, yəni surələr yazılıb. Mehrab, birlə ikinin arasında olan ayaqaltı da yəni götürüldükdən sonra tam görünüş olacaq. Yəni içəri girəndə ümumi mehrab, mehrabın üzərində yəni böyükdür, çox böyük fondadır. Kəbə və insanlar məsəl üçün ibadətə gələndə altdan üzü yuxarı baxdıqda günbəzi tam olaraq görəcək. Azan da başladı. Və belə alınır. Allahu Ekber, Allahu Ekber. أشهد أن لا إله إلا الله أشهد أن لا